Gözlədiyin gün gəlib çatıb. Mən mütləq cəbhəyə gedib haqq savaşında iştirak etməliyəm. Torpaqlarımızı azad etməliyik. Bu sözlə Vətən müharibəsinə könüllü gedənlərin arasında Beyləqandan Orxan Quliyev də var idi. Müharibədə vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib. Cəsarəti və şücaəti ilə fərqlənib. Toya gedirdi, hara gedirdisə, elə sevinə-sevinə getdi ki, burada. Gözəl uşaq idi, tərbiyəli. Orxan Füzulidə döyüşübdü. Cəbrayıl rayonunda döyüşüb. Ordenlər var. Bir də indi medal veriblər. Medalla tərtib olunub, 6 medalla, bir ordenlə. Orxan atıcı olaraq döyüşlərdə öndə olub. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Beyləqan rayonunda dəfn olunub. Mən fəxr edirəm ki, mən də belə evlad böyütmüşəm. 2 oğlum var. Böyük oğlum durur. Bu kiçiyim idi. Valla Füzulidə olub, Cəbrayılda olub. Elə mən bildiyim çox, mən biraz yaddaşım yoxdur. Elə havaq zəng elədim. Dedi, ata, problem deyil, hər şey öz qaydasında, öz könüllü gedib. Orxan Quliyev ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, vətən uğrunda Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə, eləcə də igidliyə görə medalları ilə təltif edilib. Rəşidə Zülfüqarova, Çinarə Qambayeva, Şahnun Qasımova, ASTV Xəbər.